Yəni həqiqətən vilayətdən uzaq olmaq, Əhl-i-Beyt əleyhissalamın mənhəcindən kənar olmaq həm üsul-i-dində, həm də furu-i-dində yanlışlıqlara düşmək üçün əsaslı səbəbdir. Çünki həqiqətin əslini, özünü, əsasını çatdıran Əhl-i-Beyt əleyhissalamın vilayətidir və onların bizə öyrətdikləridir. Onların yolunda olmadıqca Allaha cisimləşdirmək, ona məkan vermək, həmçinin onu nəyəsə oxşatmaq, zehniyyətindən xilas olmaq mümkün deyil. Yəni, onların yolunda olmadıqca. Onların yolunda olduqda əlbəttə ki, heç kəs Allaha cisimləşdirməz, ona məkan verməz, ona cəhət verməz, onu nəyəsə oxşatmaz və bu zehniyyətə heç bir vaxt düşməz. Mömin olan şəxs Əhl-i-Beyt əleyhissalama etiqad etməklə Allahı və onun rəsullarını onlara münasib olmayan düşüncələrdən uzaq bilirlər. Siz imamətə nə qədər sadiqsiniz? Zəhmət olmasa kommentlərdə bizimlə bölüşün.